Salam əziz dostlar, mən Anar İbrahimov. Bu videomda sizə 6-cı sinif kitabında səhifə 134, 135 və 136-cı səhifədə olan çevrələri izah edəcəm. Əvvəl səhifə 134-də kəsişməyən çevrələrdən danışım. Kəsişməyən çevrələr nədir? Kəsişməyən çevrələr odur ki, iki çevrə bir-biri ilə kəsişmir. Bu çevrə biri digərinin daxilində də ola bilər, onlar xaricdə də ola bilər. Məsələn, daxildə bu çevrəyə baxaq. Baxın, iki çevrədir, qara çevrə və göy çevrə. Və onların biri göy çevrə qara çevrənin daxilindədir və onların ortaq mərkəzləri var. Hər iki çevrənin mərkəzi eynidir. Bu və təbii ki, qara çevrə göy çevrədən böyükdür. Radiusu da böyükdür, ölçüsü də həcmi də. Bu kəsişməyən çevrələr. Mərkəzləri eyni olan kəsişməyən çevrələrdir. Və bu, mərkəzləri fərqli olan kəsişməyən çevrədir. Baxın, burada da qara çevrə və göy çevrə. Göy çevrə qara çevrədən balacadır və mərkəzləri də fərqlidir. Yəni ki, göy çevrə, belə deyək, qara çevrənin içindədir. İndi gəlin məsələdə izah edilir. Mərkəzləri eyni olan çevrələrdə. Məsələn, radiusu 10 və 7 sm olan iki çevrə verilmişdir. Məsələn, 10 sm radiusu 10 sm olan çevrə qara çevrədir deyək. Radiusu 7 sm olan çevrə isə göy çevrədir. Qara rənglənmiş hissənin qalınlığı neçə santimetr olar? Yəni, baxın, burada qara görünən hissənin qalınlığı nə qədər olar? Əgər göy çevrənin radiusu 7 santimetrdirsə, qaranın da radiusu 10 santimetrdirsə, deməli, həmin o qara hissə 10 çıx 7, o da bərabərdir 3 santimetr olar. Deməli, həmin hissənin, yəni qara zolağın, burada olan qara zolağın qalınlığı 3 santimetrdir. Məsələn, səhifə 134-də məsələ 3-ə baxaq. Radiusları 5 desimetr və 4 desimetr olan iki çevrə verilmişdir. Onların mərkəzləri arasındakı məsafə ən azı nə qədər olmalıdır ki, bu çevrə biri digərinin xaricində yerləşsin. Baxın, radiusu 5 desimetr olan çevrə qara çevrədir deyək. Radiusu 4 desimetr olan isə göy çevrədir. Onların mərkəzləri arasındakı məsafə ən azı nə qədər olmalıdır ki, onlar biri digərindən xaricində toxunsun, xaricində yerləşsin. Baxın, göy çevrə, qara çevrə biri digərindən onlar xaricindədir. Onlar arasındakı məsafə qara çevrənin radiusu üstəgəl göy çevrənin radiusu. Qara çevrənin radiusu, yəni 5 üstəgəl 5 üstəgəl 4. O da bərabərdir 9 desimetr. Deməli, onlar arasındakı məsafə ən azı 9 desimetr olmalıdır. Sonra, bu səhifədə 5-ci məsələdə. Mərkəzləri C və D nöqtələrində olan 3,4 cm, 6,7 cm radiuslu olan iki çevrə verilmişdir. CD 39 cm olarsa, onların qarşılıqlı vəziyyətini müəyyən edin. Mərkəzləri CD, məsələn, mərkəzi C nöqtəsində olan çevrəmiz budur, mərkəzi D nöqtəsində olan çevrəmiz isə budur, yəni qırmızı çevrədir. İki çevrə verilmişdir. Baxın, böyük, yəni mərkəzi C olan çevrənin radiusu 6,7 cm, mərkəzi D olan, yəni balaca çevrənin radiusu isə 3,4 cm-dir. CD 39 cm. Baxın, C, yəni bu mərkəzdən, qara çevrənin mərkəzindən qırmızı çevrənin mərkəzinə qədər olan məsafə 39 cm olarsa, onların qarşılıqlı vəziyyətini müəyyən edin. Bu, o deməkdir ki, iki çevrə arasındakı məsafə 6,7 çıx 3,4. O da bərabərdir, daha doğrusu 6,7 üstəgəl 6,7 üstəgəl 3,4. Bu elədir 10,1 cm. Yəni, indi 39-dan da çıxırıq 10,1. Bu eləyir 28,9 cm. Deməli, iki çevrə arasındakı məsafə 28,9 metrdir və bu çevrələr biri digərinə toxunmur və biri digərinin xaricində yerləşir. Bu da bizim səhifə 134-də məsələ 5. Gəlin o biri səhifələrə keçək. Burada məsələlər hamısı demək olar eyni olduğu üçün hamısını bir-bir izah eləmirəm. Amma nəzəriyyəni izah edəcəm. Xaricdən toxunan çevrələr. Bu, məsələn, bu iki çevrə vermiş. Qara və göy çevrə və bunlar xaricdən bir-birinə toxunur. Və qeyd edin ki, bunlar xaricdən bir-birinə yalnız bir nöqtədə toxuna bilər. Daxildən toxunan çevrələr. Yəni, qara və göy çevrə görürük ki, qara çevrənin daxilindədir və onlar yəni daxildən yalnız bir nöqtədə toxunurlar. Burada bir qayda var. Daxildən toxunan və radiusları eyni olan çevrələr mütləq bir-birinə bərabərdir. Əgər bir çevrə digər çevrəyə daxildən toxunursa və onların radiusları eynidirsə, mütləq o deməkdir ki, bu çevrələr eyni çevrələrdir. Üst-üstə düşən bir-birinə bərabər olan çevrələrdir. Məsələn, kəsişən çevrələr. Səhifə 136-dadır. Kəsişən çevrələrdə baxın, bir neçə hal ola bilər. Məsələn, burada qara çevrə və göy çevrə. Bunlar bir-birinə kəsişib və bu formada 3 dənə çevrələrdir və bir-birlərinə daxildən kəsişib və yaxud da bir-birini kəsib. Ortaq nöqtələri olan çevrələr. Bu çevrələr, baxın, qara çevrə və ağ çevrə.
Və bu çevirilərdə bu ortaq nöqtələr onların kəsişdiyi nöqtələrdir. Yəni ki, baxın, burada A nöqtəsi və B nöqtəsi onların ortaq nöqtəsi hesab olunur. Yəni bu səhifədə olan məsələlərdə hamısı demək olar ki, bir-birinə bərabər olduğuna görə, eyni olduğuna görə hamısını bir-bir izah etmirəm. Bu videomda bu qədər. Növbəti videoda mən növbəti səhifəni izah edəcəm. Hələlik.